Manaf Ağayevin efirdə səsləndirdiyi "kaş ki görməzdik" ifadəsi zarafat tonu ilə deyilsə də təbii ki diqqət çəkməyə bilməzdi. Xüsusilə də söhbət uzun illərdir efirdə olan və kifayət qədər tanınan aparıcı Zaur Kamaldan gedirsə, bu cür sözlər dərhal müzakirə mövzusuna çevrilir. Manafın fikri əslində iki istiqamətdə yozula bilər. Bir tərəfdən bu şou biznesə xas olan yumorlu atmacadır. Sənət aləmində aparıcılarla müğənnilər arasında tez-tez söz atmalar, zarafatlı sataşmalar olur və bu da verilişin reytinginə işləyir. Tamaşaçı belə anları maraqla izləyir, sosial şəbəkələrdə paylaşır və müzakirə edir. Digər tərəfdən isə efir mədəniyyəti məsələsi var. Zarafat üçün deyirəm, əlavəsi vəziyyəti yumşaltsa da hər zarafatın bir sərhəddi olur. Çünki televiziya canlı platformadır və deyilən hər söz müxtəlif cür qəbul edilə bilər. Bəziləri bunu səmimi yumor kimi qəbul edəcək, digərləri isə hörmətsizlik kimi qiymətləndirə bilər. Burada diqqət çəkən başqa məqam da var. Başqa məqam da olur ki, Manaf Ağayev mediada açıq danışığı ilə seçilən ifaçılardandır. O tez-tez emosional və filtrsiz açıqlamalar verir. Bu da onu həm maraqlı, həm də mübahisəli fiqura çevirir. Zaur Kamal isə uzun illərdir qalmaqallı reytingli layihələrlə gündəmdə qalmağa bacaran aparıcıdır. İki tanınmış simanın adının bir cümlədə çəkilməsi belə xəbər effekti yaradır. Əslində bu cür söz atmalar şou biznesin bir hissəsidir, amma balans qorunmalıdır. Zarafatın məqsədi incitmək yox, əyləndirmək olmalıdır. Əgər qarşı tərəf bunu yumor kimi qəbul edərsə, məsələ bağlanır. Əks halda isə kiçik bir cümlə böyük polemikaya çevrilə bilər. Məncə, bu hadisə daha çox efir zarafatı kimi qiymətləndirilməlidir. Amma sənət adamları unutmamalıdır ki, hər söz ictimai məkanda çəkilib, biçilərək dəyərləndirilir. Efir isə şəxsi məclis deyil. Burada deyilən hər ifadə ictimai rəyə təsir göstərir.